Sağ olun, necə uşaqlar, nə var da yox, yaxşısınız. Görəndən sonra mütləq takip atmağı unutmayın. Abunə olmağı, yorum yazmağı və bəyənməyi xahiş edirəm, unutmayın. صبري ما فيك ب 12 بالليل كشرب كنشوفك في الكيسان بيبي خرجوني كريس قصدك الله فيسن زين بو باطوميك معاكي باغي نشوف مون فيس تا والديك بغاو يعرفو فين ساكن بحياتي شنو كندير كنصرف وسط العديس ساكن قلبي شاف هو Hər kəsə salamlar. Hardayıq? Lənkəranda. Burada çalışacağız Cənub zonasına, Astara, Lerik, Lənkəran. Hara bacarıq gedib gəzək, görək. İndi səhər saat 6-dan yollardayıq, indi səhər saat 10-dur artıq. Yeməyimiz yedik, başlaya bilərik gəzintimizə. Burada çox maraqlı olacaq. Getdik. Gəlib çatdıq Xanbulana. Daha doğrusu hələ aşağıya doğru düşürük. Xanbulana çatmaq üçün böyük bir ərazisi var. Həqiqətən hələ indi giriş eləmişik, yəni içəri, amma təbiət, hava, mənzərə öz sözünü deyir. İndi gölə yaxınlaşdıqca sizin üçün də bu mənzərəni çəkib mütləq ki göstərəcəm. Bilmirəm, buradan sadəcə ancaq bu əraziyə yoxsa gölü ətraflı fırlanmaq olur. Stullarımızı da götürmüşük gölün ətrafında jeneriklik şəkillər çəkmək üçün. Gedək baxaq. Bura uşaqlar gölün ətəyinə gəldik. Əslində bu Xanbulan gölü ətrafı meşəlikdir. Burada Google Maps-də baxdım, çox yerdə işarələnmiş yerlər var. Bəzi yerlər mənzərəli yerlərdir. İndi onları bir-bir gedəcəyik. Yəni burada işarələnmiş yerlərdən biridir, belə mənzərəli. İndi Yüzükdən endirimdən aldığımız stulları mütləq quraşdırıb burada bir mənzərədə şəkil çəkdirməliyik. Başlayaq. İlk öncə kimsə baxır. Bunda tuttuğularını böyle üzülürsən. Çox praktik gördünüz. Bunu belə quraşdırırsınız. İnstruksiyada 110 kilo, ilk dəfə yoxdur. 110 kilo dediyinə görə daşıyım. Mən də 88 kiloyum, pol mən daşımalıdır. İlk bəy kameralar qarşısında test yoxlayıram. Qırılsa, sizi işarə eləyəcəm. Bismillah. Hə, oldu. Bir dənə baxın mənzərəyə. Hə, yaxşıdır. Buradan durursunuz belə. Burada məsələn, gəldən göstər stulumuzu reklam edək. Burada məsələn, qoymağa istəyiniz varsa, burada düz indi heç nəyim yoxdur. Suyu qoymam, suyum hara getdi. Gözlə, hə, burada. Adamlı suyum var. Prost bilməm, bu buraya yerləşəcək yoxsa. Yox, yerləşmir. Telefon falan qoya bilərsiniz. Telefon varsa, telefon qoya bilərsiniz belə. Oturub mənzərəyə baxsınız. Buyurun. Uşaqlar, deməyi unutdum, bu qoruğun girişi pulludur. Bir nəfər üçün 2 manat təşkil ilə qapısında dururlar, ödənişinizi eləyib qoruğa daxil ola bilərsiniz. Bu gölün ətrafında da belə qəşəng piknik alansı düzəldiblər. Yəni tam burada oturmaq pulsuzdur. Özünüz də nə istəyirsiniz gətirə bilərsiniz. Hətta manqal da var. Belə gəlib burada rahat ailəvi istirahət edə bilərsiniz. Hətta yerlənçəyi də var, görürsünüz. Bir də maraqlı bir şey göstərəcəm. Yəqin ki, gölün suyu illərdir artıb ki, yəni normalda həmişə çay, göllər quruyur da. Burada əksinə ilk dəfə belə bir şey. Gölün suyu artıb ki, bəzi stullar suyun içərisində qalıbdır. Gəlin göstərəcəm. Baxın, görürsünüz. Burada bu stullar suyun içində qalıb. Ya da başqa bir şey ola bilər. Bəzən bilməm, görmüsünüz, yayda belə baseynlərin içərisində otururlar, dominozod oynarlar, suyun üstündə qarpız zat yeyirlər və işte sərinləmək üçün onu orada qəsdən düzəldiblər, bilmirəm. Hər yerdə belə oturacaqlar, piknik zonaları var, belə yerlənçəklər də var. Görürsünüz orada Elton yerlənir. Belə bir I love Xanbulan yazısı. Və gəldik Xanbulanda olan növbəti dayanma nöqtələrindən birinə. Belə başa düşürəm ki, burada turların çoxluğundan daha çox insan axını sırf bu nöqtədən giriş eləyir. Burada müxtəlif zonalar var şəkil çəkdirmək üçün, yerlənçəklər və s. və ilaxır. Hələ ki növbəmi gözləyirəm. Bayaqdan sıra gəlib mənə çatmayıb. Çox növbə var çünki. Və belə qəşəng maraqlı skamyalar var, oturacaqlar düz gölün kənarında. Belə oturub buradan gölü mənzərəni izləyib ruhunuzu dincəldə bilərsiniz. Biraz yuxarı qalxdıq. Xanbulanın belə gözəl bir mənzərəsinə gəlib çıxdıq.
Teras adlanan nöqtədə gördüyünüz telefonun qəşəng bir mənzərəsi görünür. Bura hündür bir nöqtə olduğuna görə dəhşət çox küləklidir. Hava da biraz burada sanki aşağı. Uşaqlar Xanbulanda gəzərkən təsadüfən YouTube'un yüksələn ulduzu Hələ, sağ olun, necəsiz uşaqlar, nə var da yox, yaxşısınız? Pələng bəy, bizim takipçilərə nə demək istəyirsiniz? Onu demək istəyirəm ki, YouTube biraz zəif qalıb digər platformalara nəzərən. Yaxşı kontent istəyirsinizsə, yaxşı izləyicilər olmalısınız və yaxşı vlogerləri izləməlisiniz. Digər vlogerlər isə bir tərəfə, əsas YouTube-a fokuslanmalısınız, səyahət videolarını izləməlisiniz. Belə. Takip atmağı unutmayın. Abunə olmağı, yorum yazmağı və bəyənməyi xahiş edirəm, unutmayın. Uşaqlar, yolda xəritədə bir göl gördüm. Baxın, bunun arxası xəritənin məlumatlarına görə göldür. İndi qalxacam, amma burada belə xəndək kimi bir şey var, onu keçə bilməyəcəm. Ancaq bu durbanın üstündən sizlərə görə gedirəm oranı göstərməyə. Gəlin, ehtiyatlı olayın. Mən də gəlib çatdım nəhayət. Məlumatlara görə bunun dalında göl var. Görək, Çevir kameranı. görək məlumatlar doğrudurmu? Wow, möhtəşəm. Doğruymuş. Doğruymuş. Bura amma süni göldür deyəsən. Bu baraj kimi bir şeydir. Həddən artıq böyükdür. Biraz yaxına gəl. Hə, xeyli böyükdür. Bu bilməm, süni yaradılmış bir göldür, yoxsa həqiqidir. Amma böyükdür, yaxşıdır. Yavaş-yavaş Sım şəlaləsinə qalxırıq. Yollar biraz perival olduğu üçün, döngələr dəhşət çox olduğuna görə əslində 14 kilometr yol göstərir, amma 14 kilometri 43 dəqiqə qalxmağı göstərir proqramda. Ballı qayana gəlir sizə. Mən bura çox gəlmişəm. Mən 5-6 bura gəlirəm. Amma bu ay aşağı. Bu Oaz sağ olsun bizi gətirdi. Bizim maşın çıxa bilmədi bura. Məcbur bir hardasa bir 15 dəqiqə dağ yolu bundan gəldik. İndi hələ piyada da yolumuz var. 13 dəqiqə göstərir. Piyada belə pilləkənləri göstərir. Necəsən? Buradan piyada qalxacaq, getdik, bir 13 dəqiqə yolumuz var. Getdik. İzləyicilərimizə salam de. Salam. Всё, getdik. YouTube'a qoyacam, baxarsan. Hələlik. Və nəhayət uzun bir yol qət eləyəndən sonra gəlib şəlaləyə çata bildik. İndi sizə həmin o heyrətamiz mənzərəni göstərəcəm. Həqiqətən bu gözəlliyi görməyə dəyər. Çox gözəldir. Uşaqlar, indi çalışacağam şəlalələrin tam yanına yaxınlaşım. Maksimal şəkildə ehtiyatlı olaraq bu qayaların üstünə çıxıb ora yetməyə çalışacağam. Ayağım buradan çəkəcək. Bax. Çatdım, amma bunun arxası var. Ayən, sən bura gələ bilsən, bunun arxası çox möhtəşəmdir. A few moments later. Ayən, zəhmətkeş qadın belə olur da, bax. Dırmaşa gəlir. Halaldır sənə. Bura ki çıxdın sən, halaldır sənə. Hər an yıxıla bilərəm. Tut, Bu oyun yox. tut. Nəhayət. Yavaş-yavaş su çiləməyə başlayır üzümə. Gəlirəm indi yavaş-yavaş gəlirəm. Və budur, nəhayət şəlalənin ən yaxın nöqtəsinə gəlib çatdıq. Nə düşünürsən? Mükəmməldir.
Məncə gəlib mütləq görməyə dəyər və bu nöqtəyə qədər gəlin. Yəqin ki, danışmağa ehtiyac yoxdur. Özünüz bu mənzərənin gözəlliyinə baxıb artıq nə demək istədiyimi başa düşürsüz. Artıq hava qaralır. Biz də yavaş-yavaş Bakıya geri dönüş yolundayıq. Və videonun sonunda Elton, nə demək istəyirsən? Takip atmağı unutmayın. Hələlik görüşənədək.